Qonqol olmayan da var. Yəni 64 dənə də kəsə bilərsən, sıfır vəziyyətdə kəsə bilərsən. Amma burada elə rüsumkalar var ki, adam tuta bilmir də o rüsumkaları ki, bir-birinə uyğunlaşdırsın. Məsələn, mən istəsəm bunu layla kəsib tappata vura bilərəm. Amma balaca rüsumka dolanda, onlar o düzdürü vuranda daha da qəşəng görsən. Düz vaxt aparır, bir dənə boyu tutuzdurma eləməyə vaxt aparır. Hətta bir 12 dənə listi kəsmək üçün mənim 2 saat, saat yarım vaxtım aparır. Amma rüsumkalar tutuzduranda divarda vuranda daha qəşəng görsənir. Çünki işıqlandırma olanda, günün şüası düşəndə boya o rüsumkalar görsənir. Yox, məsəl üçün mən rüsumkası tutmasam, kağızda var ki, rüsumkasız vurma ora, yenə də özünü doğruldacaq. Amma olmur da, yəni rüsumka olanda daha qəşəng görsənir, baqat görsənir. Girəndə də istərsəməz o günəşin şüasında atrajasiya eləyəndə onlar rüsumkalar bir-birini tamamlayır. Adqonkasız kəsəndə bir-birini sürüşən, kağızda elə yazılır, sıfır vəziyyətdə. Onda istərsəməz bilinəcək. Ən yaxşısı belədir, burada sazı tuta bilmirəm. O qədər xırdadır ki, incəliklər. Tutuzdurmaq olmur. İnşallah işlər davam edir. Assalamu aleykum və rəhmətullah.